Efir mədəniyyəti başqa şeydir. Bizdə efir mədəniyyəti yoxdur. Demək olar ki, süni intellekt musiqini yıxıb sürüyür. Televiziyalara getmirəm. Çünki danışdıqlarım görürüm xeyri yoxdur. Mənə hərdən deyirlər, niyə görə mahnı yazmırsan? Elə o sualı verəcəkdim sizə ki. Yox, mən özümü cavab verirəm. Səhnə ayrıdır, toyxana ayrıdır. Mən efirlərdə ki, o yığışdırıblar bəzi müğənniləri, mən onun əleyhinəyəm. Eldar müəllim, hər kəs mi mahnı yaza bilər? Bugünkü gün həri. Bilirsən, biraz bu telekanallar indi əl-ayağa düşüblər. Cəmaatı hamısını verilişləri bağlayırlar, oxuyanları efirlərdən uzaqlaşdırırlar. Məsələn, açığı, əgər bunların üstündə, mən həmişə demişəm ki, qlavrit olmalıdır, bunların üstündə bəzi rəhbərlər olmalıdır ki, bunları başa salsınlar ki, efir mədəniyyəti başqa şeydir. Bizdə efir mədəniyyəti yoxdur. Bundan sonra nə olacaq bilmirəm. Əgər söhbət gedirsə məsələndə, deyirlər ki, bu ara oxuyanıdır, məndən belədir, elədir. Bu ara oxuyan o vaxtda da olub da. Hər dövrlərdə olub, belə deyək də, peşəkar və öz fəaliyyət. Mənim yadıma gəlir ki, o zamanlar Dövlət Televiziyasında belə bir proqram vardı. Öz fəaliyyət kollektivlərinin və öz fəaliyyət ifaçılarının iştirakı ilə konsert. 60-70-ci illərdə 80-də də var idi, 90-da da hətta. O vaxtın məsələn də xanəndələri, estrada oxuyanlar, hər öz fəaliyyətdən gəlmişdilər. Bugün də gəlirlər. Bugün amma bir sənət gəlirlər. Səsi olan, olmayan, klip çəkdirir, klipin hesabına çıxır ortaya. Bir də görürsən ki, məsələn də gəlir bir bəstəkarın yanına, deyir, mən deyir, yəni yaxşı pul müqabilində elə bir mahnı yaz ki, bu mahnı tutsun, məndən meynəsin. Onun hesabı mahnı görsün, yaxşı alınır, nəsə oxuyur orada. Gedir, yaxşı rejissor tapır, yaxşı klip maker tapır, çəkir, eləyir. Yəni ki, götürürlər, düzəldirlər bundan, qənfət düzəldirlər, verirlər ortaya efirlərə. Sonra bu adam düşür dəbə. Münasibətiniz süni intellektlə yazılan Məsələn, baxıram Instagramda, Facebookda, görürəm ki, Bakının köhnə şəkilləridir. Sonra başqa xarici kanallar da var, qədim şəkilləri süni intellekt vasitəsilə canlandırırlar. Bu qəşəngdir, xoşuma gəlir. Yəni, bu sahədə elə bil ki, doğrudan yenilikdir, bir növ adamın keçmişə aparır bu cürəylə. Musiqi sahəsində yox. Demək olar ki, süni intellekt musiqini yıxıb sürüyür. Süni intellektin ortaya çıxması peşəkar musiqini, deyəlim ki, mahnı janrında başlayıb öldürməyə yavaş-yavaş. Çünki birazdan daha mahnı yazan adamlar, mahnı yazan musiqiçilər, bəstəkarlar olmayacaq. Hamı gedib üst tutacaq süni intellektə. Televiziyalara getmirəm. Çünki danışdıqlarım görürüm xeyri yoxdur. Zövqlər dəyişib, insanlar da dəyişib. Mənə hərdən deyirlər, niyə görə mahnı yazmırsan? Elə o sualı verəcəkdim sizə ki. Yox, mən özümü cavab verirəm. Niyə görə mahnı yazmırsan? Çünki mənim ifaçılarım yoxdur. Var, bəziləri dünyasını dəyişib. Bəziləri durur indi də, yaşa dolublar. Amma bunlar məsələn yaşa dolduqca baxın, başqa şeylər oxuyurlar. Məsələn, 80 yaşında adam, 70 yaşında, 60 yaşında adam görürsən ki, 18-17 yaşında adamın mahnılarını oxuyur. Yəni, o cürə dingildiyən mahnılar oxuyur. Mahnının yaşı olurmu? Mahnının yaşı heç nə uzağa getmir. Arada bayatları götürür. Neçə yaşı? 40 yaşı var da bayat. 89-cu ildən ortaya çıxır. Yox, mən o baxımdan demirəm. Yəni, ifaçının yaşı tutaq ki, məsələn. Mən sənə mahnının yaşından danışım. Mahnının yaşı yoxdur. İfaçıların yaşı var. İfaçılar bizə nətərdir? Bax, sadəcə olaraq bax ki, Şövkət Ələkbərova cavanlığından ta ki, dünyasını dəyişənə qədər onun repertuarına bax, gör nə idi. Hamısı seçmə mahnılarda oxuyurdu. Özünü ədəb ərkanla efirdə aparırdı. Yəni ki, onun duruşu, onun məsələn oxumağı, onun məsələn də kameraya baxmağı, məsələn zalda cəmaat olanda cəmaatla məsələn də səhnədən ünsiyyəti, yəni mahnını təqdim eləmək söhbəti vardı. Sən onlara bax ki, və indikilərə bax ki. İndikilər yaşlaşdırırsa.
Filarmoniyadır, Heydər Əliyev sarayıdır. Beləncə yerlərdən elə bil ki, toyxana aparırlar, toyxana aparıcılar da, toyxana kimi danışırlar. Olmaz elə. Səhnə ayrıdır, toyxana ayrıdır. Bəzi ifaçılar var ki, məhz sizin mahnılarınızla yaradıcılıqlarında bir keçid eləyiblər. Məsələn, Ağadaş Ağayev, yarı səndə, yarı məndə. Səməd Səmədov, Qızlar. Bilirsən nətərdir, vaxt vardı. Səməd də məsələn ortaya çıxmalı idi, yəni ki, gəlmişdi. Çox populyardır. Toyxanalarda, azadda, yəni ki, kampaniyalarda Səməd çox populyardır. Mənim yanıma gəldi ki, mənə elə bir şey yaz ki, mən efir istəyirəm çıxım. Baxdım o repertuarına, dedim ki, sən bu repertuarına efiri döyürsən. Olmaz. Efir üçün, sənin üçün efir mahnıları olmalıdır. Elə bir mahnılar olmalıdır ki, doğrudan zövqlü mahnılar olmalıdır. Cəmaata xoş gələn mahnılar olmalıdır. Dedi, yazdım, verdim o Qızlar mahnısını. Sonra böyük bir silsilə idi, ad günü idi, toy günü idi, belə mahnılardı. Yazdım, verdim, oxudu. Səməd onlarla tanındı. Ağadaş Ağayev də oxuyurdu, hər cürə mahnılar oxuyurdu o başlayanda. Yəni ki, o hətta yadımdadır mənim. O vaxtı Ayrılıq mahnısını oxumuşdu, çox yaxşı oxumuşdu o da. Yəni ki, Yaqub Zorovçu oxuyurdu Bakıda, yəni ki, təqdim edirdi onun mahnısı kimi, amma mənim deyərdim ki, həm yaşıdlarım, həm bilir ki, bu mahnı Uzun Gecə filmindən Quşun ifasında gəlib Bakıya o mahnı. Yaqub Zorovçu onu heç kim tanımırdı Azərbaycanda. O sonra 90-cı illərdə gəldi, başladı oxumağa, öz adına çıxartdı o mahnı. Amma hər şeyin yerinə gəldi də. Səsim neydi, bu müğənnilər oxuyurdular, amma ki, başqa şeylər oxuyurlar. Bir də var, öz mahnımı oxuyasan. Və məsələn, Qızları yazdım Səmədə, oldu Səmədin mahnısı. Ağadaş yazdım, yarı məndə, yarı səndən, oldu Ağadaşın mahnısı. Yəni ki, Brilliant üçün bayatları yazdım, oldu Brilliantın mahnısı. Aygün üçün Gecələr Keçir yazdım, oldu Aygünün mahnısı. Yəni, başqaları da oxuyublar. Amma bunlar ki, həm birinci ifaçı oldular, həm gözəl ifa ediblər, ona görə bunların adını yapışır, qalır. O, belə. Bugünküləri dəyişmək olarmı Eldar müəllim? Mən, məsələn, onun tərəfdarıyam ki, bugün mütləq dəyişməlidirlər ifaçılar. Yəni ki, mən özüm artıq deyərdim ki, bu tanınmış müğənnilərlə, populyar müğənnilərlə, o titulları olan müğənnilərin hamısını işləmişim demək, əksəriyyəti ilə. Amma bu günləri mənə daha çox cavanlar maraqlıdır. Sizin statusda olan sənətkarlar bugün efir qadağasına məruz qalan ifaçılara mahnı vermək istəmirlər. Mən verirəm mahnı olaram. Mən efirlərdə ki, o yığışdırıblar bəzi müğənniləri, mən onun əleyhinəyəm. Niyə? Baxıram ölçəndə, yaxşı oxuyur. Cavan qızdır, cavan oğlandır, çox yaxşı oxuyurlar. Bunların repertuarı o deyir. Götürün, bunlara normal bəstəkar mahnısı verin. Demirəm tək Eldar Mansurov, o qədər bəstəkar, Cavanşir Quliyev var, Faiz Üzəddinov var, nə bilim, Vaqif Gələcədə mahnıları, kimlərin də mahnıları yoxdur. Verin bu adamların mahnılarını. Xərab eləməmək şərti ilə. Yəni, düzəltsinlər, oxusunlar da. Televizorlardan da bunların ayağını kesmək olmaz. Bunlar hamısı gələcəyin oxuyanlardır. Dünənləri, bayağı dediyimiz adamlar, bu günləri əksəriyyəti zvanilər var, bunlar hamısı xalq, əməkdar adları var hamısının. Amma vaxt vardı, onları da o vaxt qoymurdular, bunları bayağı deyirdilər. Niyə bugün bayatılar, yarı səndə, yarı məndə, bir daha yoxdur? Yazmaq istəmirsiniz, yoxsa artıq yazıb doymusunuz? Bilirsən, yox, doymamışam yazmaqdan. Mən öz doyumumu mən keçirmişəm başqa janra, simfonik janrlarına peşirmişəm. Biz o barədə də danışacağıq. 10 ildən çoxdur, mən ancaq simfonik janrla məşğulam. Bütün mənə gələn o həvəssiz adı, melodiyalar zadım, hamısını çalışıram, o bu janrda işlədim. Nəyə görə mən elə şey edirəm? Yazardım mahnıda, gəl də var. Mənim oxuyanım yoxdur. Mahnının yiyəsi kimdir? Bəstəkar, şair, yoxsa müğənni? Mahnının yiyəsi bəstəkardır. Mən bir bəstəkar kimi, mən sözləri dəyişə bilərəm mahnının. Mən, məsələn, baxıram, məsələn, yazıram, neçə dəfə olub belə şeylər. Yazmışam filan kəsin sözlərini mahnı. Üstündən görürüm keçib. Öyle o vaxtıdır, yazdığım o vaxtıda görürəm ki, ya oxuyan o olmayıb, tutmayıb mahnını.
yaxud görürəm ki, keçib üstündən nə qədər neçə illər, mahnı qulaq asılmır. Yəni sözlər də, o ifa da olmur. Aha, buna deməli yeni nəfəs lazımdır. Yeni oxuyan o sözlərlə, məsələn, təsəvvür edin, 40 il bundan qabaq yazılmış sözlər və bugünkü gün. Ayrı-ayrı düşüncədir, ayrı-ayrı dünya görüşü idi. Ona görə mən o sözlərdən imtina edirəm. Yəni ki, götürürəm, təzə bugünkü günlə bağlı sözlər yazdırıram ki, bu görürəm ki, bugünkü günə daha çox düşür bu sözlər. Bu ifalarda o cürə yaxşı olar. Və belə işlər edirəm. Mahnının yiyəsi bir nəfərdir. Düzdür, hərdən şairlər başlayırlar ki, ay, yox, biz elə şey yoxdur. Hərdən görürəm, müğənnilər başlayırlar bir şey demək ki, mənim mahnımdır, mən oxumuşam, məndən gəlir. İcazə almalıdır kimsə. Səndən niyə icazə alırsan kimsə? Mahnının yiyəsi var, bəstəkardır. Şairin də ixtiyarı yoxdur ona. Mən niyə görə deyirəm, şairin ixtiyarı yoxdur mənim mahnıma? O qədər yəni ki, mən sadəcə şairin kitabını açmasın, onu yazmasın, orada şeiri seçib onu yazmasın. O şeirlər o kitabda qalacaq, polkada qalacaq bu cürə. Amma bəstəkar bunun həm aranjmanını oturur, o üstündə bunlar üslubunu zadır, həm bunun zapisinə gedir, həm bunun müğənnisi ilə məşq edir. Yəni bunu bu böyüdüb, doğub böyüdüb bu əsəri, bu şair. Şair hazırına gəlir, oturur, ya zapis edirsən ki, mənim yerdə sən elə, yine həkə bir dənəsi. Onu mən özüm də şairsiz də edə bilərəm, düzəlişləri edə bilərəm. Öz oxuyanlarınız üçün darıxmısınızmı? Öz oxuyanlarım kimi deyilsə? Məsəl üçün, zamanında mahnılarınızı populyar ifaçılar ifa edib. Yox. Onların əvvəla əksəriyyəti mənim dostlarımdılar. Yəni ki, o vaxt biz o vaxt işləyəndə 20, 30, 40 il bundan əvvəl. O vaxt, yəni ki, düzdür, əksəriyyəti məndən kiçik idi yaşda. Sənətdə yaş söhbəti yoxdur, yəni ki, dostluq eləmişik, yoldaşlıq eləmişik, yəni ki, evimə gelib gələn adamlar oldular. Mənim mahnılarımı oturub saatlarla məşq eləmişik, studiyalardan çıxmamışıq. Bax, belə. Yəni ki, o dostluq, o münasibətlər qalır. İntihası onlarla artıq, onlar da sözünü deyiblər mənim mahnılarımdan, mən də sözümü demişəm onların ifası ilə. Mənə təzələr lazımdır, təzə ifaçılar lazımdır. Heç qadağa elədiyiniz ifalar varmı? Mənim hətta olub ki, kimlərlə danışmamışam, danışmıram. Mən elə şey heç eləməmişəm ki, filan kəs oxumasın, mənim mahnım olmaz. Oxuyub. Bugün aram yoxdur o ilə, o demək deyir ki, mahnı geri yatsın, qalsın. Getsin, oxusun. Ümumiyyətcə, xasiyyətcə Eldar Mansurov necə insandır? Mülayimdir yoxsa? Onu qoy başqaları düşünürlər, mən özüm haqqında. Mən yeri gələndə oluram sərt, o yeri gələndə oluram mülayim, amma yəni ki, mən özümə necə deyərlər, özümə daha çox tələbkar adamam. Həm xasiyyətdə, həm yaradıcılığında mən kiməsə nəsə acıqlanmaq, kiməsə nəsə şey eləməkdə, mən özümə birinci kərə verirəm o sualı, özümdə tapıram onun cavabını, sonra kiməsə nəsə deyə bilərəm. Amma xasiyyətim nə tərəfindədir, onu qoy başqaları düşünürlər. Hər halda mən çalışıram ki, heç kimin xətrində deyimiyim. 5 günlük dünyadır, istəmirəm söyüşdən gedim bu dünyada. Bəs sizin xətrinizə dəyəndə nə eləyirsiniz? Mən heç nə, göydə o kişi dayanıb, o kişi hamısının cavabını verir. Ümumiyyətlə, nə sizi küstürə bilər Eldar müəllim? Müxtəlif cürbəcür şeylər var. Yəni ki, mən xoşlayıram, sənə qarşı gərək satqınlıq olmasın, sənə qarşı. Mən məsələn, necə ki, hamının səmimi oluram, yəni ki, çalışıram, səmimi münasibəti saxlayım. İstəyirəm, mənlə də səmimi olsunlar. Amma görəndə ki, o səmimilik yoxdur, oyun oynayırlar. Mən yavaş-yavaş heç nə demirəm, prosto uzaqlaşıram o adamdan. Eldar müəllim, xaricdə silsilə konsertlər verirsiniz. Tamaşaçılarınız xaricdədir, yoxsa orada daha çox qazanc əldə eləmək olur? Nəinki burada? Mən burada pul da açıq açmıram. Mən Azərbaycanda məni tanıyırlar, Azərbaycanda demişəm sözümü, mahnılarımla da, indi də simfonik musiqi ilə deyirəm.
Yəni ki, Azərbaycandakı konsertlərimdə yəni 2 dəfə böyük konsertim oldu simfoniklə. Biri mənim yubileyimdə oldu 22-ci ildə. Biri də 23-cü ildə filarmoniyada simfonik əsərlərindən ibarət bir konsert oldu. Yəni ki, burada göstərmişəm o musiqiləri. Sonra ondan başqa bütün o platformalarda var mənim simfonik musiqilərim. Qoymuşam, iTunes-dadır, nə bilim, Apple Music-dir, TikTok-dur, həm videolar, həm də kisə yazılar var. Yəni Azərbaycanda var məndə böyük tamaşaçı və dinləyici, yəni ki, cəmaatı çoxdur məndə. Amma nəsə xaricdə də lazımdır bu şeyləri göstərmək. Xaricdə mənim musiqalarımı bilirlər. Məsələn, düzdür, əksəriyyəti bayatlar bilirlər. Müxtəlif adlarla, biri zalim adı ilə, biri başqa stereolar, biri necə adlarla. Amma mənim başqa digər instrumental musiqilərim də belə baxanda xaricdə çox adam bilir onları. Məsələn, melodiyadır, sonra talihin musiqası var məndə, odur. Digər başqa musiqilər var məndə, instrumental şəkildə. Çünki instrumental mən nəyə görə daha çox xoşlayıram? Simfonik musiqində əsasən mən sözsüz musiqilərlə məşğulam, orkestr musiqisi ilə. Söz olmasın. Söz olanda sənə çətindir o adamı başa salmaq Azərbaycan dilində olan qulaq asır. Hətta baxıram, bəzi xaricilər var, məsələn, yazırlar YouTube-da ki, sözləri başa düşmədim, amma musiqisi mənə çox təsir elədi. Niyə elə olur? Məsələn, bir mahnı hədiyyə verirsiniz, mahnı populyar olur. Amma belə deyək də, bir mahnıya pul verir, ifaçı alır, amma heç bir effekt olmur. Gəlin razılaşaq ki, mənə elə gəlir ki, bir çox bəstəkarlar kimi sizin də yaradıcılığınızda olan ən məşhur mahnılar hədiyyə olunan mahnılardır. Çünki o mahnıları bəstəkar özü yazır və özü seçir ifaçını. Bir də var, ifaçı gəlir ki, mən bu cürə istəyirəm. Gəlir yanıma, məsələn, deyir, mən bu fason mahnı istəyirəm. Məsələn, sadəcə olaraq o vaxtı Ağadaş Ağayev üçün yarım əndi ərsəndə yazdım. Töküldü bir xeyli müğənnilər. Üstümə gəldilər ki, bizə də bu fason mahnı yazdım. Canım, mən bunu yazmışam Ağadaş üçün. Bu mahnı onun üçün yazdım. Gəlin sizin üçün başqa cürə. Yox, bizə məhz bu fasonda mahnı istəyirik. İstəyirsən, istə də. Yazıram o fasonda mahnı. Gedir, pulunu verir, gedir, zəbs edir, gedir, oxuyur. Mahnı tutmur. Bir dəfə oxuyur ya da oxumur, qoyur onu qırağa. Qalır, mahnı ölür. Bayatılar nə qədər pul qazandırıb sizə? Sberkniçkam zadım yox idi o vaxtı. Bayatılar əvvəla mən o vaxtı o brilliantı verəndə mənim dostum idi, gəlib gedirdi, verdim onu, oxudu. O vaxtı Siyavuşla dostluq edirdi. Mənim aranjmançım idi, gəldi, mənim söylədi onu. Pulzat söhbəti yox idi aramızda. Studiyadakı, Zapsidəki özüm eləmişəm, Fiyaleti studiyasında səs rejissor işlədim. Və bütün dünyanı gəzdi. Yəni demək istəyirsiniz ki, bayatılar sizə pul qazandırmıyor. Yox, bayatılar mənim cibimi niyə ölçürsünüz? Sizə o bəs eləmir ki, bu Azərbaycanın bir növ brendidir musiqi janrında, bütün dünyada. Hamı yapışır, nə qədər qazanmışsan, 15 manat qazanmışam sonra. Övladlarınız musiqi ilə məşğul olurmu? Yox, mən oğlanlarım, deyəndə ki, böyük oğlum musiqiyə gedib, 8 il oxuyub musiqidə. Sonra, amma mən istəmədim bunlar musiqi yolu ilə getsinlər. Çünki artıq zamanı başqa zamanı idi, başqa quruluşu deyil. Sovet vaxtı bəlkə də nəsə olardı. Amma mən özüm çox əziyyətlər çəkmişəm bu musiqi aləmində, musiqi sahəsində. Mən istəməzdim ki, mənim uşaqlarım mən çəkən əziyyətləri çəksinlər. Ona görə mən əvvəlindən kötüyü dibindən qırdım ki, özümüz üçün musiqidən agahımız olsun, amma ki, musiqiçi yox. Musiqi həvəskarı ola bilərsiniz, amma ki, sənət eləyib, bunu ilə körəyib, pulu qazanmaq, bugünkü gündə baxında görün, nə gündədir musiqimiz. Görün, o cürə savadlı, gözəl ifaçılarımız var, nələr, kimlərimiz var. Qəpik quruş alırlar. Yəni ki, bunlar elə adamların əlinə baxırlar ki, adamlar bunların heç tayda deyil, yaxında dura bilmir. Amma nə var ki, populyardır və yaxud işte televizora bundan artıq çıxıb. Belə bir şeylər var.
Və amma demişəm, nəvələrim mənim musiqi ilə məşğul olurlar. Yəni özləri üçün. Demişəm, musiqiçi olmayacaqlar. Lap belə necə istedadlar olsa da qoymaram. Eldar müəllim, hər babanın bir sevimli nəvəsi olur. Hə? Hər babanın bir sevimli nəvəsi olur. Məndə 5 dənə sevimli nəvəm var. Allah saxlasın. Mən həyatım hamısı onlara bağlıdır indi. Bəstəkar kimi eləmişəm nələrsə, yenə nəsə eləyirəm. Bu mənim bu işimlə bağlıdır. Yəni mənim həyatım bir növüdür. Digərsə mənim həyatımın yönü mənim ailəmdir, mənim nəvələrimdir, oğlanlarımdır, yəni beləncə. Onlar üçün yaşayıram. Eldar müəllim, və son olaraq belə bir sual vermək istəyirəm. Yaradıcılıqda yetərincə hökmran statusdasınız. Şəxsi həyatda, ailədəmi o cürsüz? Valla məni tanıyanlar mənə bilirlər, xasiyyətimi də bilirlər. Mən davakar adam deyirəm. Amma danışığımı da bilənəm, yerimi də bilən adamam. Özümü aparmağı da bacaran adamam. Yəni ki, özümə güvənirəm. Ailədə ki, gələ həmişə eləyəsən ki, özünü elə aparasan ki, sənə evdəkilər birinci növbədə sənə hörmət edəsinlər. Evdəkilər kənardakı adamlar görəndə ki, sənə evdəkilər necə münasibət edir, onlar da sənə başlayırlar o cürə münasibət etməyə. Evdə hörmətin olmadığı heç yerdə olmayacaq. Amma ki, birinci münasibət, hörmət evdədir, ailədədir. Yoldaşındır, uşaqlarımdır, gəlinlərimdir, nəvələrimdir. Bax, bunlar qardaşınız, hamısı bunlar. Ona görə mən həm özümü aparmağı bilən adamam, həm də yerimi bilən adamam. Eldar müəllim, təşəkkür edirik sizə. Dəvətimizi qəbul elədiniz. Hər zaman var olun və hər zaman Eldar Mansurov bəstələri ilə bizim həyatımızı rəngarəng eləyin. Allah kərimdir.